Suraxanı Gənclər Evində Vətən müharibəsində qazanılmış zəfərin 5-ci ildönüm ərəfəsində müharibə iştirakçılarının gənclərlə görüşü təşkil olunub. Görüşün məqsədi gənclərdə vətənpərvərlik ruhunu daha da gücləndirmək, qəhrəman igidlərimizin döyüş yolunu keçdikləri şərəfli mübarizə tarixini yeni nəslə çatdırmaq olub. Tədbir vətən uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə qeyd olunub ki, Azərbaycan xalqının 44 günlük vətən müharibəsində əldə etdiyi qələbə Prezident Müzəffər Alibaş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın birliyinin, ordumuzun gücünün və igid oğullarımızın qəhrəmanlığının nəticəsidir. Bu qələbə tariximizin ən şanlı səhifələrindən biridir və gələcək nəsillər üçün qürur mənbəyidir. Həmçinin Vətən müharibəsinin iştirakçıları, qazilər və döyüşçülər öz xatirələrini bölüşüb. Müharibə dövründə yaşadıkları çətinliklərdən, həmrəylik və birlik ruhundan danışıblar. Onlar həmçinin gənclərə dövlətə, bayrağa və torpağa sədaqətli olmağın, milli kimlik və Azərbaycançılıq ideyalarına sadiq qalmağın vacibliyini vurğulayıblar.